Fevralın 4-də Bakı Gənclər Mərkəzində Gənclər Həftəsi çərçivəsində Gənclər Evlərinin birinci forumu keçirilib. Tədbir Qərbi Kasp Universitetinin tələbələrindən ibarət xorun ifasında Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli lider Heydər Əliyevin və vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Forumun açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edib. Ölkənin müxtəlif bölgələrindən 33 Gənclər evini təmsil edən 300 nəfərdən çox gənc, əməkdaş və könüllünün iştirak etdiyi tədbirdə video çarx nümayiş olunub, Gənclər evləri müxtəlif nominasiyalar üzrə təltif ediliblər. Həmçinin Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət Miras Qədim Musiqi Alətləri ansamblı tərəfindən milli musiqi nümunələri səsləndirilib, gənclərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Forum çərçivəsində Nazirliyin Gənclərlə İş şöbəsinin müdir müavini Ülviyə Axundova tərəfindən Gənclər evlərinin vahid konsepsiya və strateji inkişaf modeli təqdim olunub. Rəsmi açılışdan sonra sabiq baş nazir və Xarici İşlər naziri Həsən Həsənovun forum iştirakçıları ilə Azərbaycan dilinin tarixi yolu və bu gün gənclərin rolu mövzusunda görüşü baş tutub. Tədbir mədəni proqram və Gənclər evlərinin direktorları, əməkdaşları və könüllüləri üçün keçirilən müxtəlif tematik sessiyalarla davam edib.